lazım. Rəbbiniz buyurdu ki, mənə dua edin, sizə cavab verim. Ayətin ardında nə deyir? İləllezine yestekbiruna an ibadeti seyedhuluna cehenneme daxilin. Mənə ibadət etməkdə təkəbbürlük göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Yəni dua ibadətdir. Və duanı Allah Taala belə əmr eləyib. Hətta sən bu gün əlvi açıb Allahdan öz dünya mənfəətin üçün bir şey istəyirsənsə, buna görə savab qazanırsan əlavə. Dua etdiyinə görə, ibadət etdiyinə görə. Və duanı tərk eləyənə Allah qəzəblənər. Necə ki Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah ona dua etməyənə qəzəblənər. İnsanlarda fərqlən əksinədir. İnsandan bir şey istəyir biri, bir dəfə, iki dəfə, üç dəfə artıq qəzəblənir ki, bu hər dəfə gəlir. Amma Allah Taala əksinə, Allahdan səni istəməyəndə Allah səni qəzəblənir. Yəni sən belə ehtiyacçısan Allaha, möhtac deyilsənmi, sən Allahdan heç nə istəmirsən, özü arxayınsan belə, dua boşa getmir. Ya Allah Subhanahu wa Taala sənə istədiyi verəcək. Yəni dünyavi bir şey istəsən belə, Allah sənə verəcək. Və ya ola bilər geciksin, ola bilər onu sənin xeyrivi Allah səndən daha yaxşı bilir. Axirətdə daha yaxşısından əvəz etsin sənə. Və ya başına müsibət gələcəkdirsə, o müsibətin qabağını alır dua. Dua müsibət üçün müsibətin qarşısını alan bir maniyədir. Və duanın gücünə görə müsibətin qarşısında durmaq fərqlənir. Elə ola bilər insana müsibət gəlsin, amma duası səbəbilə yüngülləşsin.